Bəhlulla danışdım. Dedi ki, onlar indi klubun düşərgəsinə qatılmasını tələb ediblər. Çempionat martda başlasa da, hazırlıq mərhələsinə qatılması və transfer pəncərəsinin bağlanması səbəbindən bu addımı atıblar. 2+1 illik müqavilə təklif olunub, lakin Bəhlul son anda imtina edib. Bu sözləri Futbol Info.az saytına açıqlamasında Qarabağın futbolçusu Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayev deyib. O, 29 yaşlı müdafiəçinin Çinin Shenzhen City klubuna transferinin baş tutmamasına aydınlıq gətirib. Ələmdar bəyin sözlərinə görə qərar futbolçunun özü tərəfindən verilib və klubun təsiri olmayıb. Deyib ki, komandanın qarşıda 2 vacib oyunu və sıx qrafiki var. Bu şəraitdə çətin vəziyyətdə Qarabağı tərk etmək istəməyib. Qarşı tərəf isə indi gəlsin deyib. Nəticədə Bəhlul özü Qarabağda qalmaq qərarını verib. Mustafayev Çindən başqa təkliflərin də olduğunu bildirib. Digər klublardan da müraciətlər vardı. Asiyadansa Avropaya getməsini daha məqsədə uyğun hesab edirəm. Çünki futbolun mərkəzi oradır. Amma elə klub olmalıdır ki, Avrokuboklarda mübarizə aparsın. Bu imkanı əvvəllər də olub, lakin yararlanmamışdı. Qarabağda onun getməsini istəməyib. Qərarına hörmət edirəm, amma qalmasını istəyirdim.